Case of nouns, positive case və yaxud da genitive case testləri. Choose the sentence with a noun in the positive case. İyəlik halda olan doğru cümləni seçməliyik və biz bilirik ki, isim apostrof s isim və yaxud da isim apostrof s sifət isim olmalıdır. Və gəlirik burada. Apostrof s-dən sonra very gələrsə, o isim deyil ümumiyyətlə, sifət isim də deyil, quruluşu yoxdur. Apostrof s-dən sonra isim və yaxud da sifət isim gəlməlidir. Going bilirsiniz ki, to be going to ifadəsidir. Is going to Europe. Rock is made. Made burada feildir deyə gəlməz. We listen to the baxın, professor tək isimdir. Apostrof s-lə verilib doğrudur. Özündən sonra cəm isim də gələ bilər, doğrudur. İsim apostrof s isim quruluşumuzu tamamlayır. Tək və cəm hissəsinə də baxdıq, o da doğrudur. Gəldi Y variantına. Who isim deyil. Bizə isim lazımdır. Cavabımız olur D variantı. 2-də yenə də yəlik halı istəyir. Şərti təkrar oxuyuruq, amma fərqli bir şey deyil. Jane's reading a novel. İngilis sözün, ing-li sözün isim olub olmadığını bilmək istəyirsinizsə, tərcüməsiz. Tərcüməsini tutaq ki, bilmirik reading-in. Özündən sonra baxırıq cümlədə feil varmı? Yəni xəbər varmı? Yoxdur. Deməli bu xəbər rolundadır. Sadə cümlənin mütləq xəbəri olmalıdır və bir cümlədə 2 xəbər ola bilməz. Demək ki, bu xəbərdir. Cavab A səhvdir. Nick's got. Got ümumiyyətlə feildir. Feil gəlməz apostrof s-dən sonra. The girls got yenə got gəlməz. When will Alice granny plant vegetables? Alice'in nənəsi isim apostrof s isim doğrudur. D variantı. Pat's my apostrof s-dən sonra yəlik hal gəlməz. My yəlik əvəzliyi daha doğrusu. Gəldi 3-cü suala. Helen's new coat. Baxın, Helen isimdir. Apostrof s-lə verilib. New sifətdir, isimdir. Quruluşumuzu tamamlayır. Elə cavabımız A-dır. Burada B variantında apostrof s-dən sonra article gəlməz. Yəni səhvdir. Yəlik əvəzliyi gəlməz. Burada writing fail rolundadır, səhvdir və article-da gəlməz qətiyyən. 4-cü sualda it ümumiyyətlə yəlik hal deyil. The child's gift is under the new year tree. İsim child'dır, apostrof s-dən düzəlib. Bütün tək isimlərin yəlik halı apostrof s-dən düzəlir. Gift də isimdir, B cavabımızdır. C variantında what ümumiyyətlə isim deyil. Boy is wearing. Wearing burada feildir. Who-dakı isim deyil. Cavabımız oldu B variantı. Keçək 5-ci suala. Making. Making burada feildir. Çünki başqa bir feil yoxdur cümlədə. Keçirəm 6-cı suala. 5-in davamına. And sent. Sent feildir. She ümumiyyətlə isim deyil. Children isimdir. Kökündən dəyişən cəm isimdir. Apostrof s-lə düzəlir, doğrudur. Success də isimdir və apostrof s-dən sonraki isim də xəbərlə uzlaşır. Tək isimdir, xəbərində də s var, doğrudur. Cavabımız D variantıdır. Y-də nə səhvdir? Got gəlməz. 6-cı suala gəldim. Yenə də görəm qotu, səhv götürürəm. İdili feil gördümsə burada, deməli, ümumiyyətlə bu feildir. Received a parcel. Yanlışdır. It's very, it yəlik hal deyil. The man's reading a newspaper. Burada feil rolundadır. Ona görə yanlışdır. Children's room, uşaqların otağı. Deməli, kökündən dəyişib children, kökündən dəyişərək cəmlənib apostrof s-lə doğrudur. Özündən sonra tək isim gəlib, xəbəri də təkdir. Bunlar da uzlaşır. Doğrudur cavabımız Y variantı. My brother's taught. Taught bilirsiniz ki, qaydasız feildir. Teach, taught. Yəni, ümumiyyətlə feildir, gəlməz feil. Alice got-u görən kimi səhv götürürsünüz. He ümumiyyətlə isim deyil. His father's research. Father doğrudur, apostrof s-lə düzəlib. Çünki tək isimlər apostrof s-lə düzəlir. Özündən sonra isim gəlib, tək isimdir və xəbəri də was'dır, yəni təkdir, cavab D-dir. Burada nə səhvdir? Zərf gəlməz, always gəlməz. Gəldik 8-ci suala. Yesterday's meeting doğrudur. Dünənin görüşü. The woman's bags doğrudur. 3 pieces olmalıydı. Of-dan əvvəlki sözlə qarşısındakı uzlaşmalıdır. Yəni 3 miqdar sayıdsa mütləq cəmlənməli idi, səhvdir. 4 to-dan sonra weeks cəmlənməli idi. Belə olmalıydı. 2 weeks təkcə apostrof. Cavab olur Y variantı.
9-cu sualda today's reality düzdür. Dear tracks düzdür. Amma men apostrof s olmalıydı. Men onsuz da cəmdir. S cəm şəkilsi qəbul etməz. To-dan da sonra da isim cəmlənməli idi. Belə olmalıydı. Two days apostrof work. Cavabımız olur 1 və 3 A variantı. 10-cu sualda Mircəlaz may gördü, səhv götürün. Bir dəqiqə. My friends bot feildir, səhvdir. Jane's answer was much better. Deməli, answerdir, visitdir. Bunların isim və yaxud da feil olduğunu bilmək istəyirik. Görürük, özündən sonra feil gəlib. Düzdür, was xəbər gəlib, yəni daha doğrusu. Bu xəbər gəlibsə, deməli, bu xəbər rolunda deyil. Bu cavab kimidir. Cavab vermək yox, cavab. Desəydik ki, Jane's answered the questions, orada hə feil idi. Jane apostrophe has answered və yaxud da başqa has answered kimi. Amma burada Jane's answer, Jane'in cavabı daha yaxşı idi anlamındadır burada. İsim rolundadır yəni. Qısaca, was'u gördün, bir cümlədə iki xəbər ola bilməz. Deməli, ondan əvvəlki nədir? İsimdir. Cavabımız C-dir. D-də nə səhvdir? Men apostrof S olmalıydı. Y variantında apostrof S-dən sonra sifət isim və yaxud da isim gələr. Artikel ümumiyyətlə gəlməz, səhvdir. It isim deyil. Doktor apostrof S room doğrudur. Cavabımız B variantıdır. B. C niyə görə səhvdir? Who, what, bunlar she, bunlar əvəzlikdir, yəni sual əvəzliyi. Who-dan what, she-dəki deməli subyektdir. Əvəzlikdir, yəni bizə isim lazımdır. 2 hours walk. To-dan sonra cəmlənib, S şəkilçisi qəbul edərək cəmlənən isimdir hours. Ona görə təkcə apostrofla düzəlir. Doğrudur. 5 months. 5-dən sonra isim cəmlənməli idi, olmaydı. Months sonra apostrof, səhvdir. Today's newspaper. Today'dir, yesterday'dir, tomorrow'dur. Bunlar apostrof S-lə düzəlir. Ona görə bu yanlışdır. 3-dən sonra kilometr cəmlənib, cəm şəkilçisi qəbul edibdir, təkcə apostrof qəbul olub. Cavabımız olur 1 və 4. Y variantı. On üçüncü sualda Where is your English book? Burada ümumiyyətlə yəlik hal yoxdur. It bu səhvdir. What gördünüz, bu səhvdir. Pete's parents, Pete apostrof S parents, isim apostrof S, cəm isim, xəbər də ar doğrudur. D-dir cavab. Y got gəlməz, yanlışdır. The book is Kate's, Kate'indir. Bu doğrudur apostrof S-lə. Kate's read a book. Read burada feildir. Kate's beautiful, sifət gəlməz. Özünə sonra isim gəlsəydi doğru olardı. Got gəlməz, my gəlməz. Cavabımız olur A. Keçək 15-ci suala. I haven't read today apostrof S olmalıydı. Səhvdir. Bu quruluş. The princess, sonu SS-lə bitənlər apostrof S-lə düzələ bilər. Actress, waitress, princess doğrudur. Daimız cəm isimli xəbərdə were gəlib. Cavabımız olur B. Baxaq C-də nədir? To-dan sonra months sonra apostrof olmalıydı. It ümumiyyətlə yəlik hal deyil, amma 15-dən sonra da isim cəmlənməli idi. Minutes sonra apostrof olmalıydı. Və burada Jackson Mary Wedding 2 apostrof verilibsə burada mütləq də bunda S olmalıydı, cəmlənməli idi, weddings olmalıydı. Keçək 16-cı suala. Z ilə əgər başlayıbsa, özündən sonra böyük hərflə söz gəlibsə, deməli o soyaddır. Soyadlar S apostrof olar. Ona görə yanlışdır. 1, çıxdım 1-i. Keçək 2-yə, Nick 2 dənə apostrof qoyulubsa, deməli özündən sonra gələn isim cəmlənməlidir normalda. Amma here istisnadır. Bədən üzvləri ortaq olmur, amma here sayılmayan isim olduğu üçün belə götürülə bilər və xəbəri də iz olur. 2 doğrudur. We know all about the fire. Men apostrof S olmalıydı. Baxın, mən də apostrof S-dir, men də apostrof S-dir. Təkcə apostrof qəbul edən birisiz hansıdır? S cəm şəkilçisi. Yəni burada men onsuz da cəmdir. S cəm şəkilçisi niyə artıraq ona? 3 yanlışdır. The tourists found a way after an hour. An article-dan sonra tək isim gəlib doğrudur. Apostrof S-dən sonra da isim gəlib doğrudur. Ted və Jack-ə axırıncısına apostrof qoyulubsa, deməli ortaq otaqları var. Bir otaqdır, xəbər də tək izdir, doğrudur. Cavab olur A variantı. Keçək 17-ci suala. A few-dan sonra isim cəmlənməli idi. Olmalıydı a few months, sonra tək apostrof. Ona görə bir yanlışdır. Biri çıxaq. 2-yə baxaq. Ə-dən sonra
tək isim gəlib doğrudur. Tək isimlər apostrof S-lə düzəlir, doğrudur. 3-ə baxaq. Men apostrof S olmalı idi. Mens deyə quruluş səhvdir. Cavab olur 2, 4. 4-də nədir? Yesterday, tomorrow, today. Bunlar apostrof S doğrudur. 5-də də elə 3-dəki kimi səhv edilib. Men apostrof S olmalı idi. Keçək 18-ci suala. The students marks şagirdlərin qiymətləri S cəm şəkilçisi qəbul edib, düzdür, apostrof qoyulub, 1 doğrudur. Child'ın cəmi children'dir. Ona S qəbul edə bilməzsən childs deyə. Ona görə 2 yanlışdır. Men apostrof S quruluşu doğrudur. To-dan sonra isim cəmlənməli idi. 4-lər yanlışdır. Cavab qalır Y variantı. The night's darkness, gecənin qaranlığı. What is the main idea of the story? What ümumiyyətlə yiyəlik hal deyil. Keçirəm 19-un ardına. Though she yiyəlik hal deyil, amma here apostrof S burada sifətdir grey. Gələ bilməz. İsim və yaxud da sifət isim gəlməli idi. Land of Fires. Bu ola bilər. It's ola bilməz. Azərbaycan's oil production. Azərbaycanın neft istehsalı. Azərbaycan. Burada apostrof S-dən sonra article gəlməz. Və Azərbaycan's oil production has increased. Bu doğrudur. Azərbaycanın neft istehsalı artıb son zamanlar. Deməli cavabımız olacaq Y-də. 19-da Y variantı. Gəldik 20-ci suala. Yesterday apostrof S doğrudur. Və gəldim bu deməli doğrudur. İsim apostrof S isim kimi. It yiyəlik hal deyil, who deyil. ING burada fe'l rolundadır. Trying to. Got da deyil. 21-ci sualda it is very gəlməz. Ümumiyyətlə itdə she'di gördünüz. Apostrof S yanlışdır. Bu ümumiyyətlə notdur. Mother's Day doğrudur. Brothers example doğrudur. Cavab olur 3, 4. C variantı. 22-ci sualda the boy's hands bir oğlanın 2 əli ola bilər doğrudur. Xəbər də cəmdir doğrudur. Is your family planning the next year's holiday doğrudur. 1-2 doğru oldu. Let's rest a little said Tom. Let's burada yiyəlik hal deyil. It's də yiyəlik hal deyil. Cavab olur 1-2 D variantı. Keçək 23-cü suala. What yiyəlik hal deyil, it yiyəlik hal deyil, amma ikincisi də Tom's birthday today düzdür. It's Tom's birthday today. Tom'un ad günü, Tom apostrof S birthday doğrudur 2. It doğru olmasa da 2 apostrof varsa ikisini də yoxlayın. Biri düz olmalıdır. Kate's books were on the shelf doğrudur. Bu doğru oldu, bu doğru oldu. Let ümumiyyətlə yiyəlik hal deyil. Cavab 2, 3. B variantı. Soyadlar S apostrof olur. Baxın, Z-dən sonra böyük hərflə söz gəlibsə, deməli o soyaddır. Doğrudur. Götürək. The Brown apostrof S yox, S apostrof olmalı. Birinci kimi səhvdir. Child yox, child apostrof S və yaxud da children apostrof S olmalıdır. Bu quruluşu görsəniz yanlışdır. 4 doğrudur. Cavab olacaq 1, 4. A variantı. 25-ci sualda Tim's playing. Burada playing fe'l kimidir. Çünki başqa fe'l yoxdur cümlədə. Ona görə yanlışdır. Tim's collecting stamps now. Burada da is collecting'dir. Now indiki davam edici zaman göstəricisi. Başqa da fe'l yoxdur. Got gəlməz. Bu səhv idi. Tim's hobby is varsa deməli hobby nədir? İsimdir. Bu ümumiyyətlə yiyəlik haldır. Cavab olur D variantı.